Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Əziz qardaşlar, əziz müsəlmanlar, Allah Teala'dan istəyirik bu yığıncağı hər birimiz üçün faydalı etsin və qiyamət günü hər birimizin xeyrinə etsin. Biz deməli Şeyx Abdurrazzaqın kiçik bir risaləsindən tədris edirik və bugünkü mövzu müəllifin 10 məsələdən 3-cü məsələsi xüsusən elmi daşıyanlara aid olan bir məsələdir və eyni zamanda da hər bir az elmi olana da aid etmək olar. Deməli müəllif buyurur ki, 3-cü məsələ elminə görə əməl etməyənlər üçün bir təhlükə və bir təhdidin olması. Hansı ki buyurur bu mövzuda müəllif Allah Teala'nın kitabında, Quran-ı Kərimdə, eyni zamanda Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətində və bu barədə varid olmuşdur. Hansı ki elmi olub, elminə görə əməl etməyənlər haqqında. Yəni o insanın ki elmi var, öyrənir, başa düşür və insanları Allahın yoluna çağırır, lakin əməl etmir. Və bu barədə buyurur ki, əlbəttə ki deyir, təhdid var. Yəni təhlükəlidir. Allah Teala Quran-ı Kərimdə buyurur Saf surəsində: "Ya eyyuhellezine amanu lima taqulun ma la tef'alun." Bu ayədə diqqət edin. Allah Teala buyurur ki, ey iman gətirənlər, nə üçün siz etmədiklərinizi söyləyirsiniz? Və həmçinin ayənin ardında Allah Teala buyurur ki, "Kabura maqtan indallahi an taqulu ma la tef'alun." Ayənin növbəti hissəsi də çox təhlükəlidir. Və buyurur ki, siz etmədiyiniz bir şeyi deməyiniz Allah yanında böyük bir qəzəbə səbəb ola bilər. Ona görə əziz qardaşlar, fikir verin, əgər bir kimsənin elmi varsa, hətta lap az olsa belə, deyək ki, şəriətdən hər hansı bir məsələni bilir, ayə, hədis, müəyyən bir məsələlər, mövzular, ona əməl etmirsə, onun üçün təhlükədir və onun üçün təhdid var. Müəllif başqa bir ayəni gətirir. Buyurur ki, Allah Teala "Ətə'murunən-nəsə bil-birri." Deyir ki, siz insanlara yaxşı işlər görməyi əmr etdiyiniz halda "Və tənsəvnə anfusakum." Özünüzü deyir, unudursunuz. "Və entum tətlunəl-kitab." Kitabı oxuduğunuz halda. Və ayənin ardında Allah Teala buyurur ki, "Əfələ təqilun." Məyər deyir, siz düşünmürsünüz, dərk etmirsiniz. Fikir verin. Allah Teala ayədə açıq-aşkar bildirir ki, siz insanlara yaxşı işlər görməyi əmr edirsiniz və özünüzü unudursunuz. Hansı ki deyir, kitabı oxuduğunuz halda. Çox ciddi şəkildə təhdiddir. Sonra Allah Teala Şuayb əleyhissalam haqqında görün nə deyir. Peyğəmbər Şuayb əleyhissalam və öz qövmünə belə deyir. Deyir ki, وَمَا أُرِيدُ أَنْ أُخَالِفَكُمْ إِلَى مَا أَنْهَاكُمْ عَنْهُ. Deyir ki, mən sizə qadağan etdiyim şeyləri sizə əks olaraq onu özüm etmək istəmərəm. Yəni ki, o şeylər ki, sizə qadağan edirəm və sizə əks olaraq, əks çıxaraq mən o şeyləri etmək istəmirəm. Və müəllif qeyd edir ki, bu məsələdə Quran-ı Kərimdə bu mövzu ilə bağlı olan ayələr bunlardır və həmçinin başqa bir məsələni gətirir, daha doğrusu hədis gətirir ayələrdən sonra. İmam Buxari və İmam Müslimin rəvayət etdiyi hədisdir. Diqqət edin. Usama radiyallahu anhu rəvayət edib hədisi. Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisdə buyurur ki, deyir ki, qiyamət günü bir kişi gətiriləcəkdir. Və o gətirildiyi halda cəhənnəm oduna atılacaqdır. Cəhənnəm oduna atılandan sonra diqqət edin nə deyir. Deyir ki, onun deyir bağırsaqları töküləcək. Onun bağırsaqları çıxarılıb yerə töküləcəkdir. Və sonra hədisdə buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dəyirmanın ətrafında uzunqulağın fırlandığı kimi fırlanacaqdır. Və cəhənnəm əhlinin sakinləri, cəhənnəm əhli deyir, o insanın yanına gəlib ona belə deyəcəklər. Ey filan kəs,
Sənin halına nə olub belə? Məyər deyir ki, sən bizə yaxşı işlər görməyi əmr etmirdinmi? Eyni zamanda bizə pis əməllərdən uzaq durmağı əmr etmirdinmi? Hədisin şiddətinə baxın. Və o şəxs belə deyəcək. Bəli, mən sizə yaxşı işlər görməyi əmr edirdim. Amma özüm onu yerinə yetirmirdim. Və sonra buyurur ki, və eləcə də sizə pis əməllər etməyi qadağan edirdim. Amma özüm o pis əməlləri yerinə yetirirdim. Ona görə əziz qardaşlar, əziz müsəlmanlar, hər bir insan bu həm elmi daşıyan insanlara aiddir və həm də hər bir müsəlman özünə görə olan biliyə, bilgisinə, şəriətdən olan elminə aiddir. Əgər o bildiyi bilgiyə əməl etmirsə, ona da şamildir. Sonra müəllif İmam Əhmədin Musnəd əsərindən bir dənə hədis gətirir. Ənəs radiyallahu anhu deyir ki, Rasulullah sallallahu aleyhi və səlləm Meyraz gecəsində, İsra gecəsi deyir ki, ona dodaqları oddan olan qayçılarla kəsilmiş insanlar göstərildi və ya gördü. Peyğəmbər sallallahu aleyhi və səlləm İsra gecəsi deyir ki, oddan olan qayçılarla dodaqları kəsilmiş insanlar gördü. Ağızları, dodaqları kəsilmiş insanlar gördü. Və Rasulullah sallallahu aleyhi və səlləm dedi ki, bunlar kimdir belə? Və ona dedilər ki, bu sənin ümmətinin xətibləridir. Minbərdə xütbə verənlər. Fikir verin. Hətta başqa bir ləfsdə gəlir ki, Cəbrail əleyhissalam Peyğəmbər sallallahu aleyhi və səlləmə deyir ki, bunlar sənin ümmətinin xətibləridir. İnsanlara minbərlərdən xütbə verirlər. Baxın, hədisin ardına deyir, yəmurunən nəsə bil-birri və yənsəvnə ənfusəhum və hum yətlunəl kitəbə əfələ yaqilun. Deyir ki, onlar insanlara yaxşı əməlləri əmr edirlər və özlərini unudurlar. Yaxşı əməllərin edilməsini insanlara buyururlar, əmr edirlər, amma özləri o əməlləri etmirlər, özlərini unudurlar. Və deyir, onlar kitabı oxuyurlar, amma deyir, hanı deyir onların başa düşmələri, harada qaldı? Məyər deyir, onlar başa düşmürlər? Bu hədisin isnadı səhihdir. İmam Əhməd rəvayət edib. Deməli, müəllif buyurur ki, Allahın kitabında və Peyğəmbərin sünnətində bu barədə olduqca mövzular, yəni bu səpkili olan məsələlər çoxdur. Əgər insan elmi ilə əməl etmirsə, onun üçün böyük təhlükə var. Bildiyi, öyrəndiyi bir hədis olsun, bir ayə olsun, hər hansı bir məsələlər olsun, şəriətdən olan bütün məsələlər olsun. Əgər insan öyrəndiyi elmə əməl etmirsə və insanlara yaxşılığı tövsiyə edib pislikdən çəkindirir və o halda özü ona əməl etmirsə, onun üçün təhlükədir. Baxın, müəllif nə deyir? Deyir ki, o insanlara yaxşılığı tövsiyə edir. İnsanlar deyir, onun elmindən ondan daha çox faydalanır, yararlanır. O insanlara elmini ərz edir, insanlara fayda verir elmi ilə. Deyir, beləsi deyir, necədir? İnsanlar deyir, onun elmindən ondan daha çox fayda əldə edir. Nəinki onun özü. Və bunun da misalı deyir, nəyə bənzəyir? O lampa yoxdur, çıraq. Çıraqda deyir, çırağın içində yanan fitilə bənzəyir. Hansı ki deyir, o insanları deyir, doğru yola yönəldir, insanları işıqlandırır, lakin özü isə yanır, kül olur, məhv olur. Allah qorusun. Və fikir verin, burada bir dənə məşhur tabiinin duasını gətirir. Çox möhtəşəm bir duadır. Bu tabiin məşhur tabinlərdən olub, böyük tabinlərdən. Mutarrif ibn Abdullah. Bu sifətdən Allaha sığınardı. Yuxarıda söylədiyimiz, yəni insanlara fayda verib, lakin özündən çox insanlar daha çox faydalanır. Və bu yönlü həmin tabiin Allaha sığınaraq belə dua edərdi. Duasına diqqət edin.
Deyir ki, Allahümmə inni ə'udhu bikə ən yəkuna əhədun əs'adə bimə alləmtəni minni. Deyir ki, Allahım, mənə öyrətdiyin elmdən bir kimsənin məndən daha çox faydalanıb, xoşbəxt olmasından sənə sığınıram. Duanın möhtəşəmliyinə bax. Və sonra duanın ardında deyir ki, və ə'udhu bikə ən əkunə ibrətən li qeyri. Bu hissəsi də çox dəhşətlidir. Deyir ki, eləcə də Allahım, mənim başqalarına ibrət olmağımdan sənə sığınıram. Həqiqətən dəhşətli bir duadır. Yəni insanlara fayda verəndə çalışıb özü ona əməl etməlidir. Allahdan istəyirəm bizim hər birimizi Allaha layiqincə əməl edənlərdən etsin və bizim günahlarımızı bağışlasın, xətalarımızı. Fikir verin, müəllif buyurur ki, bu olduqca əzəmətli bir duadır. Və bu barədə də ümmətin dahi alimi Şeyxülislam İbn Teymiyyə, Allah ona rəhmət etsin. Və bu dua haqqında buyurur ki, bu ən gözəl dualardan biridir. Ən yaxşı və ən gözəl dualardan biridir. Müəllifin üçüncü məsələsi sona çatdı, əziz qardaşlar. Mövzular, məsələlər müxtəlif məsələlərdir. Hamısı eyni deyil. Deməli, üçüncü məsələ elmi ilə əməl etməyənlər barəsində bir təhdid haqqında olan məsələ idi. Müəllif dördüncü məsələyə keçir. Buyurur ki, dördüncü məsələ nədir? Dördüncü məsələ deməli əməl, deməli əl-əməlu səbəbun liduxulul cənnətə. Əməl cənnətə daxil olmaq üçün bir səbəbdir. Dördüncü məsələnin ünvanı əməl insanın cənnətə daxil olması üçün bir səbəbdir. Və sonra müəllif buyurur ki, şəri dəlillərdə, yəni dini Allah Taala'nın şəri dəlillərində əməllər insanı Allaha yaxınlaşdıran olaraq bildirilmişdir. Xəbər verilmişdir. Və qiyamət günü insan üçün əməl bir xəzinə olacaq, bir qazanc olacaq. Və insan əməlinin sayəsində Allahın rızasını qazanır və eyni zamanda əməlinin sayəsində cənnəti qazanır. Və sonra buyurur ki, bu xüsusda Quranda savab və mükafatdan bəhs edən, iman və əməli bir arada cəm edən 50-yə yaxın təxminən ayə var, mövcuddur. Deməli, sonra buyurur ki, əməlin məqamını yüksətmək və onun əhəmiyyətinin ucalığını izah etmək üçün ümumi gəldikdən sonra, yəni əməl, ümumi gəldikdən sonra xüsusi olaraq ifadə edilmişdir, bildirilmişdir. Fikir verin ayəyə. Allah Teala buyurur ki, وَالَّذ۪ينَ آمَنُوا O kimsələr ki, iman gətirərlər وَعَمِلُوا الصَّالِحَاتِ اُولَٰئِكَ أَصْحَابُ الْجَنَّةِ Ayənin təbirinə, cümləyə fikir verin. Allah Teala Quran-ı Kərimdə buyurur ki, o kimsələr ki, iman gətirənlər və salih əməllər edənlər, iman gətirib salih əməllər edənlər, onlar cənnətin sakinləridir. Və onlar cənnətə daxil olacaqlar. وَالَّذ۪ينَ آمَنُوا İman gətirənlər, o kəslər ki, iman gətirir. وَعَمِلُوا الصَّالِحَاتِ اُولَٰئِكَ أَصْحَابُ الْجَنَّةِ Salih əməllər edənlər, yəni iman gətirdikdən sonra, ümumilikdən sonra xüsusiləşdirir. Salih əməllər edənlər, onlar məhz cənnətə daxil olacaqlar. Hum fiha xalidun. Onlar orada əbədi olaraq qalacaqlar. Allah bizə müvəffəq etsin. Sonra müəllif növbəti ayəni gətirir. Nəhl surəsində. Diqqət edin, Allah Teala buyurur: "Mən amilə salihan min zəkerin əv unsə və huve mu'minun fələnuhiyyennehu hayatan tayyibə." Fikir verin, bu ayədə Allah Teala buyurur ki, mömin olaraq yaxşı əməl edən kişi və qadına gözəl bir həyat bəxş edəcəyik. Yəni o kəs ki, yaxşı əməl edir, mömin olaraq kişi və qadın yaxşı bir əməl edir, Allah Teala buyurur ki, ona gözəl həyat bəxş edəcəyik. وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُمْ بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَ Və sonra Allah Teala buyurur ki, etdikləri əməllərin daha yaxşısıyla onları mükafatlandıracaq. Sonra başqa bir ayəyə diqqət edin. Müəllif nədir? Əraf surəsini gətirir, ayəsini. Uca Allah buyurur ki, وَنُودُوا Onlara deyir, belə xitab olunacaq və ya onlara belə
nida olunacaq. Və nudu. O vaxt qiyamət günü. Ən tilkumul cənnətu urihtumuha bima kuntum ta'malun. Ayənin ardında fikir verin. Allah Teala deyir ki, onlara belə xitab olunacaq. Etdiyiniz əməllərə görə varis olduğunuz cənnət budur. Və nudu ən tilkumul cənnətu urihtumuha bima kuntum ta'malun. Onlara deyir, səslənəcək. Onlara belə bir nida olunacaq və deyiləcək, etdiyiniz əməllərə görə varis olduğunuz cənnət məhz budur. Sonra başqa bir ayəni gətirir. Diqqət edin ayəyə. Allah Teala buyurur ki, "Ellezine tetavaffahumul melaiketu tayyibin." Deyir ki, o kəslər ki, mələklər onların canlarını yaxşı kimsələr olaraq alarkən, diqqət edin, yəquluna selamun aleykum. Onlara deyəcəklər ki, sizə salam olsun. Udxulu el-cənnətə bima kuntum ta'malun. Etdiyiniz yaxşı əməllərə görə cənnətə daxil olun. Fikir verin. O kəslərə ki, mələklər onların canlarını yaxşı olaraq, yaxşı kimsələr olaraq alarkən, mələklər onların canını alarkən, "Ellezine tetavaffahumul melaiketu tayyibin yaquluna selamun aleykum." Yəni o kəslər ki, mələklər onların canlarını gözəl bir kimsə, pak bir kimsə olaraq aldıqları halda, yəni o kimsələr ki, şirkdən, küfürdən, pis əməllərdən uzaq olaraq yaxşı kimsələr olub, mələklər deyir, onların canlarını alarkən onlara deyəcək ki, yəquluna selamun aleykum. Sizə salam olsun. Udxulul cənnətə bima kuntum ta'malun. Və onlara deyiləcək ki, etdiyiniz əməllərə görə, məhz yaxşı əməllərə görə cənnətə daxil olun. Və müəllif buyurur ki, bu mənada olan ayələr olduqca çoxdur. Və buyurur ki, əməl insanın cənnətə daxil olması üçün səbəbdir. Və bilirsiniz ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisi var. Bizim Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm buyurmuşdur ki, lən yudxilə əhədən əməluhu əl-cənnətə. Heç bir kimsəni əməli cənnətə daxil etməz. Hədisin mənası budur ki, heç bir kimsəni əməli cənnətə daxil etməz. Yəni qarşılıq olaraq cənnəti almaq. Yəni müqabil olaraq cənnəti almaq. Yəni əməli ilə cənnəti qarşılıq olaraq ala bilməz. Aydındır məsələ? Yəni demək istəyir ki, müəllif qeyd edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hədisini, yəni heç bir kimsə qarşılıq olaraq əməli ilə cənnəti ala bilməz. Əksinə, əməl cənnətə daxil olmaq üçün səbəblərdən bir səbəbdir. Yəni mütləq mənada insan əməli ilə cənnəti əldə edə bilməz. Fikir verin, insanın cənnətə daxil olması məhz aləmlərin Rəbbi olan Allahın mərhəməti sayəsindədir. Allah subhanahu və teala'nın rəhməti sayəsindədir. Sahabələr Peyğəmbər sallallahu aleyhi və səlləmə qayıdıb deyirlər ki, ya Rasulallah, məyər sən də əməlinə görə sənin də əməlinin qarşılığı verilməyəcək? Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bəli, məni də, yəni əməlinə görə insan cənnəti əldə edə bilməyəcək. Peyğəmbər sallallahu aleyhi və səlləm cavabında nə deyir? Deyir ki, bəli, məni də, yəni əməlim daxil edə bilməz. Yalnız Allahın mənə mərhəmət göstərməsi və lütf etməsi istisnadır. Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə nəyi qeyd etdi? Yalnız Allahın mənə lütf göstərməsi və mərhəmət etməsi istisnadır. Yəni Allah Taala'nın rəhməti və lütfü sayəsində insan cənnəti əldə edəcəkdir. Və müəllif buyurur ki, əməllər insanın cənnətə girməsinin bir əvəzi və ya bir müqabili deyil. Əməllər insanın cənnətə daxil olması üçün bir müqabil və ya bir əvəz deyil. Əksinə, əməllər insanın cənnətə daxil olması üçün səbəbdir. Səbəblərdən bir səbəbdir. İnsan deyir, yalnız cənnətə necə daxil ola bilər?
ancaq Allahın mərhəməti və lütfu sayəsində. İnsanın etdiyi əməllərin özü də, əziz qardaşlar, məhz Allahın ona olan rəhməti və lütfündəndir. Allah subhanahu və teala mübarək kitabında, mübarək kəlamında belə buyurur. Diqqət edin. وَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ Deyir ki, əgər sizə Allahın lütfu və mərhəməti olmasaydı, مَزَكَ مِنْكُمْ مِنْ أَحَدٍ əbədən Və buyurur ki, heç bir kimsə, heç bir zaman təmizə çıxa bilməzdi. وَلَكِنَّ اللّٰهَ يُزَكِّ مَنْ يَشَى Lakin Allah istədiyini təmizə çıxarır. Fikir verirsiniz, insan əməlinin sayəsində cənnəti qazanmayacaq. Əməl insan üçün səbəblərdən biridir ki, insan cənnəti qazanmaq üçün. Çünki əməl insanı Allaha yaxınlaşdıran bir vasitədir. Əməl insanın Allah qatında dərəcəsinin ucalması üçün səbəblərdəndir. Allahın rəhmətini əldə etmək üçün səbəbdir. Allahın mərhəmətini əldə etmək üçün səbəbdir. Elə müəllif burada da qeyd edir ki, insanın etdiyi əməllərin məhz özü də Allahın ona olan bir mərhəmətindəndir. Və eyni zamanda Allahın ona olan bir lütfündəndir ki, insan Allahın lütfu olmasa, Allahın mərhəməti olmasa cənnəti əldə edə bilməz. Necə ki, bu ayədə qeyd etdiyi kimi. Allah Teala nə buyurdu? وَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ Əgər sizə Allahın lütfu və mərhəməti olmasaydı, مَا زَكَ مِنْكُمْ مِنْ أَحَدٍ əbədən Subhanallah, fikir verin, sizdən heç bir kimsə, heç bir zaman təmizə çıxa bilməz. وَلَكِنَّ اللّٰهُ يُزَكِّ مَنْ يَشَاءُ Lakin Allah istədiyini təmizə çıxarır. Deməli, əziz qardaşlar, burada müəllifin 4-cü məsələsi də sona çatdı. Uca Allahdan istəyirik ki, bizim hər birimizi Allaha ən gözəl şəkildə ibadət edən, itaət edən qullarından etsin. Allah Teala bizi bildiklərimizlə gözəl şəkildə əməl edən qullarından etsin. Allah bizim xətalarımızı, günahlarımızı, nöqsanlarımızı bağışlasın. Allah Teala bizim bütün əməllərimizi Allaha ən gözəl şəkildə ərz olunan əməllərdən etsin. Uca Allah bizim valideynlərə rəhm eləsin, onları bağışlasın. Allah Teala zürriyyətimizi salihlərdən etsin, xeyirlərdən etsin. Uca Allah zülmə məruz qalan, bütün dünyanın hər bir yerində zülmə məruz qalan müsəlmanlara, bacı və qardaşlarımıza kömək olsun. Allah Teala çətinlikdə olan bütün müsəlmanlara kömək olsun. Allah Teala bizim günahları bağışlasın və bizə iman üzərində yaşayıb, iman üzərində ölməyi hər birimizə müvəffəq etsin. Sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Subhanəkallahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və ətubu iləyik.